Market vitrinlərdə 220 manat, hətta daha baha olan konfetlər bəzəyir. Bir sözlə qızıldan bahalı olan şokoladlar demək olar bunlara. Maraqlıdır ki, niyə belə baha, nə qeyri-adi xüsusiyyətlər var ki? 222 manata konfet. Niyə bu 222 manat? 3 manat 12 qəpik. 200 manata ömrümdə nə qədər də imkanım olsa almaram. Mən özümə o qədər pul xərcləmirəm, qalmış ki, şokolada pul xərcləyim. Marketlərin birində kilosu 222 manat olan konfet satılır. Bir nəfər konfeti alıb və onun fantastik qiyməti ilə bağlı paylaşım edib. Konfetin baha olması insanların böyük marağına səbəb olub. Şərh bildirirlər ki, konfetin tərkibində qızıl var. Baxın, bu həmin bahalı konfetdir. İndi mən onu yeyəcəyəm, görək tərkibində doğrudan da qızıl varmı və dadı necədir? Tərkibində qızıl yoxdur, amma dadı yaxşıdır. Şokolada bu qədər pul verərsiniz? Xeyr, heç vaxt. Verərəm əgərlərim o keyfiyyəti varsa. Dadı fərqli idimi ucuz şokoladlardan? Çox fərqli idi. Ola bilər İtaliyanın, Fransızın konfetləri var, imkan olsun, niyə almıram? Bu konfetlər niyə belə bahadır? Konfetlərin necə deyimsə, tərkibi ən yaxşı dadı olduğuna görə qiymətləri də yüksək olur. Həm Rusiyadan gətirilir, tərkibində badam, bir də qaymaq var. Siz ən çox tədbirlərə, xonça, toylar üçün, mərasim, yəni necə deyim, ad günlərə ən çox beləçə şeylər alırlar. Kimisə məsəl üçün ailəsində xeyir iş var, onlara ən çox bundan alırlar deyə bunlar daha gözəl şokoladlardır. Ən bahalı konfeti neçəyə almısınız? Ən bahalı konfeti 32 manat, 37 manat, 39 manat, 40 manat kilo. Amma az alır da, istədiyimiz qədər onu yeyə bilirik. Çox təəccüblənmişəm ki, 45 manatı kilosu kim alacaq bu konfeti? Konfetin də üstünə belə plonka qoyublar da, satıcıdan soruşdum bu niyə? Deyir, ona görə hər keçən, indi bilmirəm göstərərsə yox, hər keçən birini götürür, sonra deyir o bizi gizasdaş olur da, belə bir iş də olur. Ümumi belə deyim, orta qiymətlə ən ucuz 6-8 manat arası dəyişir də. Çünki indi bu dəqiqə şokoladların qiyməti qalxıb. Axırın vaxtda nə vaxt konfet almışam yadımdadır. Şokolad alan deyiləm.